Balanslaşdırılmış siyasi strategiyasını yürüdən Azərbaycanın Çinlə münasibətləri mühüm əhəmiyyət kəsb edir. Böyük iqtisadi imkanlara malik Çinlə Azərbaycanın sıx münasibətlərdə olması təbii ki, ölkəmiz üçün yeni perspektivlər açır. Qeyd edək ki, Azərbaycanla Çin arasındakı diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi açılıb və 1993-cü ilin sentyabrında isə Azərbaycan Milli Məclisi Pekində səfirliyin açılması haqqında qərar qəbul edib. Son illər Azərbaycan-Çin əməkdaşlığında yeni bir səhifə açılıb. 2022-ci ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən samiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin sədri Xi Jinping arasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəllərində isə yüksək səviyyəli iki tərəfli mübadilələrin yeni dalğası başlayıb. Qarşılıqlı səfərlər davam edib. 2024-cü il iyulun 3-də isə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamə qəbul edilib. Prezident İlham Əliyevin Çinə bu dəfəki dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlıqda yeni mərhələnin əsasını qoydu. Aprelin 23-də Pekində Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının sədri Xi Jinping Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hər tərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanatı imzaladılar. Səfər çərçivəsində Azərbaycan və Çin arasında ümumilikdə 21 sənəd imzalandı. Sədr Xi Jinping Prezident İlham Əliyev ilə danışıqlar zamanı bildirdi ki, ölkələrimiz hər tərəfli strateji tərəfdaşlığın yaradılmasını elan ediblər. Çin liderinin sözlərinə görə bir sıra əməkdaşlıq sənədlərinin imzalanması iki tərəfli münasibətlərin genişlənməsinə kömək edir. İnanıram ki, sizin səfəriniz məhsuldar nəticələr verəcək deyə o vurğuladı. Dövlət başçısı səfər çərçivəsində Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri Li Qiang ilə Ümumçin Xalq Nümayəndələri Yığıncağının daimi komitəsinin sədri Zhao Luqi ilə China Energy Engineering Corporation Limited şirkətinin sədri Song Hailand ilə görüşdü. Çinin China Global Television Network telekanalına müsahibə verdi. Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi isə ölkəmiz üçün böyük önəm daşıyır. Bu mənada Çin Xalq Respublikası ilə əlaqələrin əhəmiyyəti xüsusi məna kəsb edir. Dövlət başçısının bu səfəri Azərbaycan-Çin münasibətlərində yeni dövrün əsasını qoydu. Qarşılıqlı əməkdaşlığın daha da sürətlənməsinə təkan verdi.